Axşamınız xeyirli, uğurlu olsun. Yaxşısınız inşallah. Qızlar, ən çox direktimə gələn suallardan biri: kimlə getmisiniz? Hansı travel'dır? Nə qədər xərciniz çıxdı? 3 uşağa, 4 uşağa, 2 uşağa, nə bilim, yazırsınız, çoxlu suallar verirsiniz. Mən hər birini cevablaya bilmirəm. Sadəcə olaraq qısa və yığılmış bir versiyada sizlərə məlumat vermək istəyirəm. Bizdə bilirsiniz ki, 2 böyük, 2 uşaqdır. Ödəniş barəsində, yəni mən sizə net olaraq bir qiymət deyə bilməyəcəm. Çünki sizin seçdiyiniz evdən asılıdır, sizin seçdiyiniz səmtdən asılıdır, neçə gün qalmağınızdan asılıdır və ən əsası nələr daxildir, onları istəyirsinizsə öyrənmək. Sizə aşağıda səhifəni qeyd edəcəm. Oraya yazıb ümumi məlumat ala bilərsiniz. Ən çox suallarınızı elə verəcəksiniz. Oradan sizin suallarınıza cavab veriləcək. Artıq burada 3-cü günümüzdür. Çox gözəl, doya-doya bir günlər yaşayırıq burada. Bilirsiniz ki, bura 2-ci ildir ki, biz gəlirik Emil və ailəmizlə, uşaqlarla bərabər. Yenə də buranı seçməyimizdə əsas məqsəd keçən ilkinə nisbətən daha gözəl personala sahib olması, xidmətinin yüksək olması, yeni restoranların, yeni əyləncə mərkəzlərinin açılması, ən əsası da uşaqlar üçün çox aktivitələrin olmasıdır. Misal üçün, uşaqlar burada darıxmırlar, hər dəqiqə, hər saniyə, hər saat maraqlı əyləncələr var. Yemək, içmək, hər şey bolluna. Yəni ki, yeməkdən heç əziyyət çəkmirsiniz. Çox dadlıdır, ləzzətlidir. Hər kəsin ağız dadına, ağız zövqünə uyğun burada yeməklər tapa bilərsiniz. Uşaqların da, yəni burada yoxdur. Uşaqlarınız nə yeyirsə, burada hər şey var, hər şey. Ona görə də bura gəlmənizi tövsiyə edirəm. Bir də hər birinizdən diqqətli olmağınızı rica edirəm. Çünki mən sizin verəcəyiniz bütün sualların hər birini istər postların altında, istər storylərdə qeyd edirəm. Misal üçün, qeymdir, soruşursunuz, ən çox direktə gələn suallardır. Yəni, postların altında qeyd edirəm, olmadı storylərə ədə edirəm. Bilirsiniz, mənim digər Bəylərsoy səhifəm var. Orada da ətraflı paylaşımlar edirəm. Gündəlik burada keçirdiyimiz maraqlı dəqiqələri, saniyələri, saatları, hər birini çalışıram bir dənə story belə olsa, hər birini ora sığışdırım. Getdiyimiz, misal üçün, gün ərzində hansı saatda, hansı yerə gedirik, orada nələr var, nələr baş verir, konsertlərdir, diskotekadır. Burada hətta 16+ olan yerlər var ki, orada uşaqla icazə yoxdur. İstər hovuz tərəfi, istər əyləncə mərkəz tərəfi. Orada da gedib saatınızı, gününüzü çox xoş keçirdə bilərsiniz. Yəni, bura gəlməyiniz hər kəsə unudulmaz bir anlar yaşadacaq. Bugün də rezerv eləmişik Türk restoranını. Burada maraqlı, Türkiyəyə dair olan məhsullar, nemətlər, atışdırmalı, soyuq qəlyanaltılar təqdim edirlər. Yəni, bu gördüyünüz mənim vazgeçilməz, yəni sevdiyim, hər zaman olmazsa olmazım. Türkiyəyə gəldiyimdə çox sevdiyim bir sudur. Sizcə adı nədir? Görüm izləyicilərim biləcək. Adı nədir bunun? Bu nə? Nə? Muammara. Aha. O biraz acı. Bu humuş mu? Humuş? Acı. Bu cacık. Cacık. Kuru cacık. Kuru cacık. Ben sulu biliyorum cacığı. Ayran gibi. O ayrı oluyor. Bu belə qəşəng isti yeməklər gətirirlər. Gəldiyimizdə sırf Türkiyənin mətbəxinə aid olan dadlar bizə təqdim edirlər. Bu humusdur. Humus və bir də bizim üstümə biber yoğurtla acı olur. Bugün məni qəşəng görəsiniz belə soşlu-moşlu. Xoşuma gəldi, Emil, nə deyərsən? Tatlıdır. Fərqlidir, tatlıdır. Doğrudan, nuş olsun. Bu da tablet daha güzel. Ben Aha. bunu daha çok beğendim. Bu nə? Bu tablet salat. Table salat. Table, belki table. Table, table. Bir kebaptan sonra da geldim. Ben kebaptan sonra ben tanışma amacıyla çağırdım. Hoş geldiniz. Sağ olun. İnsan. O sizin için şimdi özel ortaya yapıyor. Aha. Buraya gelmesi bizim şerefti. Yani sizi görmek için geldim. Çok teşekkür ederiz. Güzel Çok yemekler sağ olun. olur. Teşekkür ederiz. O her şey ondan. Bakalım. Afiyet olsun efendim. Lütfen bir şey olursa bize söyleyin. Kebaplardan sonra tekrar uğrayacağım. Tamam. Emindir ki bir Fikirlerimi kebaplar da bildireceğim. gəlsə, ondan sonra fikirlərimi bildirərəm. Sən az aşın düzü deyil sana. Tez yarım sonra. Şirniyyatlarımız da gəldi.
qarşıda hər axşam maraqlı göstərilər olur. Ağac tutub qarşını birazdan gedəcəyik ora. Maraqlı göstərilərə tamaşa eləməyə. İnanırsınız nə qədər insanlar yığılır uşaqlarla bərabər baxmağa. Çox maraqlı olur axşamları da.